Allahın vəlisi Əli ibn-ül Hüseyn İmam Zeynül Abidin Əs-Səccad əleyhissalatu vəssalam Əbu Həmzə adlı bir səhabəsinə, Əbu Həmzə Sumali adlı bir səhabəsinə bir münacat öyrədib. Bilirsiniz ki, İmam Zeynül Abidin əleyhissalamı Əməvi hakimiyyəti tamamilə ev dustağı etmişdi. Yəni, nə söz deməyə ixtiyarı var idi, nə məsciddə söhbət etməyə, nə minbərə çıxmağa, heç nə icazəsi yox idi. Qadağan olunmuşdu. Ona görə də imam öz sözlərini dualar şəklində, münacatlar şəklində bildirirdi. Əbu Həmzəyə öyrətdiyi münacatlardan biri də elə Əbu Həmzə Sumali adı ilə məşhurdur. Sənədləri var. Çox gözəl münacatdır. Tövhid mövzularına çox gözəl toxunulur orada və əxlaqi mövzulara və insan psixologiyasının dili ilə danışır imam orada. Adam bu münacatı oxuduqca görür ki, elə bil mənim kimsə daxilimdən bu sözləri deyir. Oradakı iki cümləyə diqqətinizi cəlb etmək istəyirəm, buyurur, ərz edir Allah Teala'ya. Elhamdülillahillezî tehabbebe ileyye ve huve ganiyyun anni. Həmd-ü səna, ən gözəl sözlər, ən xoş sözlər mənim Allahıma məxsusdur. Hansı ki, mənə ehtiyac duymadığı halda mənimlə dostluq eləmək istəyir. Allahım mənim dostluğuma heç bir parametrdə, heç bir istiqamətdə ehtiyacı yoxdur. Hətta bir valideynin öz övladına məhəbbət göstərməsi, dostluğa can atması da müəyyən ehtiyaca görədir. Valideyn övladına emosional şəkildə bağlıdır. O bağlılıqdan tətmin olunur, qidalanır. Övladı ilə dostluq edəndə həzz alır, qidalanır, sevinir. Allah Teala'nın heç bir şəkildə mənimlə dostluğa ehtiyacı yoxdur. Heç bir şəkildə, valideyn kimi də yox. Allah Teala məni xoşbəxt etmək üçün mənimlə dostluq edir. Mənim onun dostluğuna ehtiyacım çox şiddətlidir, anlamasam da. Allah Teala ona görə mənim ehtiyacımı ödəmək üçün mənimlə dostluq edir. Elhamdülillahillezî tehabbebe ileyye. Mənimlə dostluğa can atır. Mənimlə dostluq etmək istəyir. Mənə sevgi göstərmək istəyir. Və huve ganiyyun anni. Halbuki mənə qətiyyən ehtiyacı yoxdur. Elhamdülillahillezî yahlumu anni hatta kəənni la zəmbəli. Həmd-ü sənə o Allaha məxsusdur ki, mənim günahlarımdan elə keçir, elə şəkildə günahlarımı görməməzlikdən gəlir, sanki heç günah etməmişəm. Mən mütəmadi olaraq günah edirəm, amma o özünü elə aparır, sanki mənim heç bir günahım yoxdur. Elə rəhmətini göndərir, elə ruzisini göndərir. Çox qəribədir, həqiqətən də belədir. İnsan oturub düşünsə, orta hesabla günə bir günah etsə, aya 30 günah və bu günahların bəziləri də bəzən o qədər şiddətli olur ki, 40 gün ibadətimizin qəbul olunmasına mane olacaq şəkildədir. Amma Allah Teala bizimlə elə rəftar edir, sanki heç günah etməmişik. Həmd-ü sənə o Allaha məxsusdur ki, mənə heç ehtiyacı olmadığı halda mənimlə dostluq etmək istəyir. Həmd-ü sənə o Allaha məxsusdur ki, mənim günahlarımı elə görməməzlikdən gəlir, elə helm göstərir, həlimlik göstərir. Sanki mənim heç bir günahım yoxdur. Yəni, mənə heç bir günahım olmaması hissini yaşadacaq qədər məni əfv edir. Belə bir Allah və bizim kimi bəndə.